Bölgələrin yeməkləri ailələr arasında söz-söhbət salır. Yemək də bizim evdə söz-söhbət salan 3-4 yeməkdən biridir. Yeni ailə həyatı quranda yoldaşım məndən pomidor yumurta istədi. Elə həvəslə hazırlamışdım ki, demə onlar tərəfdə pomidor yumurtaya bir ədəd soğan vurulur. Əvvəlcə xırda-xırda həmən soğan doğranılır və qızardılır. Bizlərdə isə soğan filan vurulmur. Elə pomidor yumşaq olandan sonra üzərinə yumurta vurulur. Özü yumurtası bizlərdə bol vurulur. Ona görə də aramızda hər zaman söz-söhbət düşürdü. O deyirdi ki, pomidor yumurta belə bişirilmir. Mən də deyirdim ki, mən belə görmüşəm. Bizim evdə pomidor yumurta belə bişirilir. Bu üsulu yoldaşım mənə də öyrədib. Pomidor soymağa ehtiyac yoxdur. Əvvəllər neçə saat mən pomidor soyardım. Pomidorları bu şəkildə qoyursunuz, ağzını örtürsünüz. Belə çox asanlıqla dəriləri soyulur. Üzərinə isə xoşlayır ki, bir qaşıq tomat əlavə etsin. Nə yalan deyim, elə ləzzətli olur ki, siz niyə belə bişirirsiniz deyə bilmədim. Ən sonunda isə gördüyünüz kimi 2 ədəd yumurta ilə bundakı mən çox danışıram deyilib. Ondan olsa 1 ədəd yumurta əlavə edər. Yumurtanı əlavə edəndən sonra çox qarışdırmır. Mən adətən qarışdırırdım. Onda xoşa gəlməyən bir görüntü olur. Azca belə qarışdırır. Bu üsulla bir dəfə yoxlayın, görün ki, pomidor yumurta nə ləzzət.